dostlar, görürsünüz. Birçok kinolara, filmlərə baxan insanların YouTube'larında, TikTok'larında bu şeyləri qabağa çıxmaya bilər. Əziz məni izləyən xalalar, nənələr, bacılar, kinolara baş qarışanlar, politika izləyənlər başa düşür. 3-cü Dünya Savaşı artıq elan olunacaq söhbətlər gedir və bu paylaşımları siz də açın, baxın. YouTube'da yazın, Instagram'da yazın, hər yerdə artıq 3-cü Dünya Savaşının başlandı deyə paylaşımlar var. Bunu Nadim analiz eləyə bilir. Yəni hisslərin var olduğunuza indi də mi inanırsınız, lağ edirsiniz? Özünüz bilərsiniz. Sağ qalmaqdan ötürü biz hər zaman çalışmalardan danışırdım və bugün artıq füzə böyük bir raketlərin Amerika, hətta İngiltərə, Fransa icazə verdi ki, Ukraynaya Rusiyanı vursun. Rusiya da atom bomba ilə hədələyir. Artıq savaşın daha çox büyüdüyünü, qızışdığını görsənir. Trump'un vəzifəyə gələnə qədər baş alan bir hal artıq bütün dünyanı qorxudur. Mən bunları deyəndə mən pis adam idim. Durumuna baxıb danışan politoloqlara qulaq asıb, sizin aldadan kəslərə qulaq asıb, fil qulağında yatmış insanlar və kinolarla, ondan bundan gic-gic blogerlərə baxıb vaxtı gedən insanlar var idi ki, məni həmişə lağ eləyirdi. Bir insanın üçün əvvəlcədən bir şeyin bilməsi nisbətən az da olsa qabağını almaq üçün düşünməyə az da olsa kömək olardı. Amma bir şey qəflətən başına gələndə düşən bir durumdan çıxmaq daha çətin olur. Hal-hazırda Rusiya ərazidə olan Moskvada, Peterdə artıq insanlar təşviş işindədir və köç eləyir. Bəzi videolar var, qabağımıza çıxır, mən siyasəti izləyirəm deyə görürəm. Əziz gözəl dostlarımız, Rusiya savaşının qızışırsa, bu dərəcəyə gəlirsə, Rusiya bizim qulağımızın dibidir və bu heç də yaxşı şeylər vəd etmir. Habeləs İran savaşında daha çox qızışacağından artıq xəbərlər yayılır. Trump gəlib öz hökumətin başına, öz hökumətin başında qərarlar verənə qədər dünya artıq daha çox qızışan bir vəziyyətə gəlir. Dekabr ayı demişdim. Dekabr ayında biz hər kəs artıq dünyanın hara gedəcəyini, başa düşəcəyini demişdim. Artıq biz dekabra addımlayırıq. Biz bir çox şeylərin artıq şahidi olmuşuq. Bunu yayda demişdim dekabr ayına qədər. Dekabrda biz çox şeyləri görəcək deyə. Və dekabr ayına artıq addımları qoyuruq. Artıq Rusiyanın, Ukraynanın daha çox alov alan, qızışan bir dövrü görürük. Çox deyil uzaqda. Cəmi 10-15 gün bundan əvvəl bütün politoloqlar efirlərdə çıxıb bugün sizin baş qatanlar bugün artıq öz dediklərini təqzib eləyirlər. Trump gəldi, savaş bitər deyənlər, siz deyirdiniz axı Türkiyədə təhlilçilər o bu deyirdi, belə deyirdi, elə deyirdi. Həmən o təhlilçiləri mən sizdən də çox izləyirəm. Onlar Trump gəldi, savaş onun gəldiyinə özünü bitirər, söz veribdi, oğlu Zelenskiyə belə eləyibdi, kimlər ki izləyibdi, yəqin ki yadındadır. Amma bugünkü gün artıq 3-cü Dünya Savaşdan danışır və o təhlillər eləyir. O deyirlər, külək gələndə o tərəfə dönən insanlar, onlar sizin başı qatır. Dünyada bir proses gedir demişdim. Burada dalaşan Ukrayna, Rusiya deyil, burada dalaşan sivillərdir. Sivillərlə siviller, onları danışdıran masonlardır. Bu böyük savaşı büyüdür. Bir də qabağa bəyək bir sizin də qabaqlarınıza çıxacaq.
Çin'e ait olan bir video çıktı. O gün Biden çıkıp Çin büyük yani başkasının prezidentiyle başkanıyla Çin'e ait bir büyük görüşme keçirtmişdi. Demişdi ki biz büyük müttəfiqlərik, büyük iki dövlətik. Biz dünyada öz maraqlarımızı ələ qurmalıyıq ki, dünyada hər şey yaxşı olsun. Son zamanlarda biz bunu eləyirik. Dünyanı bir büyük ülke olarak biz ayağında saxlayırıq deyə bir dostluq video paylaşmışdı. O Çin prezidentinden Biden bu yaxın günlərdə Amerika prezidenti görüşmüşdü. Mən o zaman da dedim ki, Trump'ın döneminde Çin'le bunların arası daha çok pis olacak, daha çok gergin olacak. Əsas gerginlik Çin'le ve bunların arasına düşecek. Ve bu savaş hem İran üzerinde, hem Çin üzerinde, hem Hindistan orada karıştıracak. Bütün 3. Dünya Savaşı bu 2025'inde geleceğini neçə illər yedi sizə deyirdim. Artık gözlenen gedişat onu gösterir ki bugün Ukrayna üzerine hatta bir büyük o Amerikalıların verdiği uzun menzilli yani ki çok büyük dağıtıcı bir raket atıblar Rusya ərazisinə ve Rusya'nın prezidenti Putin karar verib ki, hədəliyib ki, mən bütün Avropanı vuracağım belə olsa durmasaz ve atom bomba atacaq deyir. Atom bombanın atması, dünya savaşının ne olmasını siz bugünkü gün efirlerde oturup boş şeylerin danışan insanlara kulak asması demek değil. İsti evde oturup çay içmesi demek değil. O yüzden size xəbərdarlıq edirdim ki, dünya yaxşılığa doğru getmir. Bütün siviller bir olmalıdır. Bizi öldüren, karar veren mason ve onların el altılarının oyunları bütün dünya bir olarak getməlidir. Bu tek balaca ölkələr Azərbaycanın bunun işi değil. Mən bunu hisslərlə deyirdim. 10-12 il, 13 ildir bunu deyirdim sizə. Mən də, mənim əzizlərim də sizin də yaşanması üçün deyirdim ki, boş-boş baboşlara baxıb vaxtı itirməkdənsə, gəl bizim kimi insanların dediklərə qulaq asaq, hamımız dünya üzərində bir olaq. Gürcüstanın qarışacağını daxilindən demişdim. Bugün də Gürcüstanda büyük mitinglər tutulanlar var, həddindən artıq xəsarət alanlar var və Abxaziyada baş verənlər Gürcüstanın yanında, yəni Gürcüstan tərkibində olan bir yani bunlar hamısı biz görürük. Türkiye'de bu yaxınlarda daxili qarışıqlı durmalar, gərginliklər və habelə onları yan keçirtməsi üçün bir PKK savaşları böyüdəcək. Yani bunlar hamısı iç daxilində gedən prosesləri yaşayan bir duruma gəlmişik. Biz demiştik, hem iç daxilində ölkələrində mitinglər olacaq, hem de onlar sıçralanarak başka ölkələr üzərində büyük savaşlar olacaq. Biz o dönemi yaşayırıq. Artıq son anları yaşayırıq. Sonra bütün dünya alarm eləyəndə gec olacaq. Çünki heç kim durub sözü deyə bilməyəcək. Yəni kimlərsə maraqları ortalığa qoyaraq yalandan dövlətlərin başçıları oynadığı, verdiyi qərarlar masonların verdirdiyi qərarlar olduğunu düşünürəm. Söhbət büyük qərar prezidentlərdən gedir. Və bugünkü gün Rusya'nın Putin bizim için çok büyük kes olsa da, Biden ve Trump büyük kes olsa da biz unutmalı deyilik ki bunlar kim gelse de kim değişilse de prezidentler eyni kararlardan el çekmirler. Bunlar son illerde devam edirlər. Ve bu savaşı çok gerginleştirip büyüyen bir zamanında bizim başımızı katması için dünya üzerinde büyük bir təbii bir felaket olayı da yaradacaq. Ona göre de bir balaca milletin başı ora gedecek. Yavaş yavaş bizi hara apardığını artıq biz bunu görürük. O dekabr ki deyirdim, o dekabrə heç girməmiş, baxın, dünya savaş alarmları artıq efirləri də yazın YouTube'da, yazın Instagram'da artıq Rusya ilə Ukraynanın hansı vəziyyətə gəldiyinizi görürsünüz. 3. Dünya Savaşdan başlayır. Yəni bunu deməkdə səbəb odur ki, biz əzizlərimi itirməməkdən ötürü hər zaman sizə deyirdim. Mən deyirdim, mən hisslərimlə danışıram. Mən gördükləri siz görə bilmirsiniz. Mənim bunları deməyini siz acıqlanırdınız. Susun deyirdiniz, danışmayın deyirdiniz. Mən danışmayanda bu savaş mı olmadı? Bayquş deyirdiniz. Mən bunları danışmaqla mı bunlar oldu? Mən sadəcə bunlar olacağını bilirdim, hiss edirdim. Və hələ bu harasıdır? Hələ ki biz isti evində oturub o şeylərə baxırıq. Allah uzaq eləsin. Bu savaş, oradan İran, buradan da bu Rusiyanın qızışması, oradan Türkiye olsa biz harda oluruq? Allah dövlətimizi, millətimizi qorusun da oradan Zəngəzurda qızışdıran olayların sakitləşməyəcəyini. Bunlar hamısı demiş bir adama durub lağ etməkdən sonra qulaq asmaq lazım idi.
Əziz gözəl dostlarımız, dünya sevilləri ayağa qalxmasa bu mason oyunlar 2025-də bizim başımıza çox şeylər açacaq.